Hepinize merhaba arkadaşlar. Bugün takipçilerim vs atıyor. Evet arkadaşlar, burada gördüğünüz gibi Emin ile Garip vs atıyor arkadaşlar. Görülen o yaşı Emin'in 14 yaşı var arkadaşlar. Evet arkadaşlar, gördüğünüz gibi Emin çok böyle Totun üzerine nasıl cümleyse Totuk. Bakalım burada ikili kim alacak. Ve Garip bir sıfır. Garip arkadaşlar çok güzel oynuyor arkadaşlar. Yani 10 yaşının en iyi TDM'si. Gülmeyin, ne bileyim, videoya baxanda gülsüz. Mənim sinif yoldaşlarım gülür. Gülmeyin, bax. Selam, oradan şey gülür. Emin gülür. Gülür oradan. Araba kimi Yusuf demirəm. O başım Yusuf. Onsa yəni hə. Nə deyəcəydim? İndi Emin başlayır belə burada. Nəsə qoysa oyda. Eminə qoyur da burada. Emin Allah çok aş oynuyor. Burada uşaq idi deyə heç nə eləmədi məncə. Mən bilirəm Emin'in oynayışını, uşaq idi deyə heç nə eləmədi. Həm də bu biraz pis. Amma Qərib 10 yaşının ən yaxşı TDM'cisidir. Kim gəlir gəlsin, ən yaxşı TDM'cisi. Mən deyirəm. İstəyir kim gəlsin belə. Gəlsinlər versin. 10 yaşını deyirəm ən yaxşı TDM'cisidir. Dostlar, mən burada baxdım sonda Emin. Çox pis. Mən uşağı Qərbə yazım gəldi. Hesabı pisdir deyə. Getdi uşağın üstünə P90-la cumdu. Bunda elə oyda. Buranı demirəm vəfşim. Bundan sonra oyun oynadılar. 3 dənə yumruq atdı Qərb buna. Nə bilim, mən demirəm amma şey pis oynayır Emin. Amma Emin də qəşəng. Olsa bu deyirəm də 10 yaşının ən yaxşı TDM'cisidir. Heç kim bunun qədər oynaya bilməz. Mən deyirəm 10 yaşında kim varsa gəlsin bunun qabağına çıxsın deyirəm. İndi burada 3-2 oldu. Görək Qərib. Qərib özü dostlar Emin 30 FPS oynayır. Qərib 15 FPS oynayır. 15 FPS-ə görə çox yaxşı oynayır da bu uşaq. Mən tanıyıram deyə demirəm. Yəni bu uşağın əlində 90 FPS versələr dağıdar da yəni buraları. İndi Qərib. Yəni bunu mən getmişəm bir dəfə bunlara. Bunların interneti bir də pox kimi də, yəni bu uşaq oynaya bilmir. Oynaya bilməz də yəni o internetlə. Amma yenə də uddu bu maçı uddu. Emin sonunda iş verəni niyə eləmədi? Bu uşağın üstünə onunla cummağı düzgün deyil P90-la. Mən deyirəm Emin, amma yəni bu maçdan sonra uddu Emin. Çünki Emin burada pusmadı, açıq oynadı. Qərib biraz duvar oynadı. Mən deyirdim Emin olur. Emin 71 səviyyədir. Qərib heç 40 yoxdur, 30 yoxdur. Qərib əvvəldən oynayır, 5-6 ildə oynayır. 5-6 il deməyim də 2020-nin yay aylarında başlayıb da. Amma hesabı gedib də, yəni bu uşağın hesabı yoxdur deyə heç kim görə bilmir. Yəni çox qəşəng maçdır dostlar. Dostlar, sonunda da mən iki dənə elədim. Getdim Eminə zəng elədim. Uşağın üstünə qeydəsindən cümlüdü. Emin də psikologiyası olur. Eləmə, qışqırırdı. Emin də sinif yoldaşımdır dostlar. Mən də deyirəm, bax, 14 yaşının ən yaxşı oyuncusu Emindir. Emin uda bilən, gəl bir Emin uda, Allah sənə pərtal veriyərəm. Emin bax, başlığa belə yazdım. 14 yaşının ən yaxşı TDM'cisi, 10 yaşının ən yaxşı TDM'cisi oynadı. 15 FPS 30. Rain Emin VPN. Dostlar, Emin hesabını satmaq istəyən varsa mənə yorumlara yaza bilər. Neçə satır? 150 manat satır, bilməm neçə satır. Yəni 71 səviyyədir. Çoxlu destansı var. Həddindən artıq da bilməm. 50-dir neçədir destansı var. Tam bilməm də yəni. İndi mən soruşum neçədir. Burada Qərib cumur. Ay, 100 fəlmə gülürlər. Və sizə görə Azərbaycan dilində danışdım. Qısa bir sizdə merhaba arkadaşlar da olacaq. Yəni video axıratan baxın yaxşı. Qərib 6-4 kim odur ola? Emin uzur 6. 4 uzur Emin. 4 deyim. Dostlar, bugün Dünya Qadınlar Günüdür. Hamımız, bütün qadınları təbrik edirəm.
Bu videoyu saat birin yarısı 1'e 10 dəqiqə işləmiş saat yükləyəcəm. Nəysə toplayacağım. Nə bilim. Bir dənə Emin'dən başqa heç kimlə dost edəm. Yo, Emin'dən başqa deyəm. Nurlan başım şit zarafatlar eləyir. Kızlar bunu küssen kızım dostum. Mən də əsib yoldaşım. Siz səhər kimi, o 7-ci gün sizə bir dənə VS deyəcəm dostlar. Yəni bu VS-ni mən illərdir gözləyirəm. Qərbdən o intiqamı gözləyirəm. Elay VS. Qərb. Dostlar sizə kim odur? Məncə Qərb odur. Qərb emin olubsa Elayı oynadar. 15 FPS yəni uşağın qabağındakı yəni çox FPS idi. Emin deyə bilməm. Emin 30 FPS idi, tam bilməm. Burada Eminə dəsən zəng edirəm. Emin fərq atsandan sonra getdi seçdi ala. Mən pis oldum Qərb onda. Getdi P98'i. Uşaqlar, hamınız Eminə yaza bilərsiniz. Emin haqsızlıq elədi. Yoruma yazın, Emin haqsızlıq elədi. Hamınız yazın dostlar. Emin haqsızlıq elədi. Kim Qərblə VS atmaq istəyir, mənə yorum yazın. Eminlə də atmaq istəyən yaza bilər. Yəni baba aldı P90 əlinə. 50 güllə ilə uşağın üstünü tarayıb. Hər deyir ki, uşaq mənə səs vermir. Yazın uşağın əlində 10 piti var. Deyir ki, UMP-yə mən deyirəm 10 piti bayaqdan. Hə, UMP var yazın uşağın əlində. Deyir ki, yox oyala, mən UMP-yə indi işləyirəm bilər. Ooo, bu modayım. Hadi yumruq atdığı videolar zadlar olsaydı. Obisində olmuşdu yumruq atdığı videolar. Qərib ona bilsən bununla nə qədər. Yo, Emin də atdı, Emin də tava atdı. Çox xoşa tavalar atdı Emin. Amma yumruq ata bilmədi. Nə qədər çalışdı ata bilmədi. Baxın dostlar, son videomuz az izlənib. Amma son videomuzdan əvvəlki 61 izlənib dostlar. Çox sağ olun. Nərisə, çox sağ olun. Kanalıma abunə olsanız sevinərəm. Dostlar, qılaqıl qoyur da yəni can. Yəni çox fərq oldu. Bir fərqlə oldu. Bu obisi masla Emin 2 fərqlə oldu, 2 fərqlə. Obisi masada bərabər qaldılar. Emin amma məncə burada Qərib onu 5-6 fərqlə udardı. Emin cundu P90'dan üstünə. Yox, üstünə. Sonra mən səslənib dostlar. Səsini qoyarım dostlar. Öz istəməzdim onun səsini qoymağım. Mən qoymayacam onun səsini. Bax dostlar, Eminin üzünü görmək istəyənlər bu videoya 20 like atsın, yaxşı. Eminin üzünü göstərməliyik. 20 like gözləyirəm. Eminin üzü 20 like-da görünür. Son bir dəqiqə zad qalıb. Görək burada. Burada məncə Emin öldürür. Emin öldürdü Emin. Emin'in özü ölümdür. Sonra ona bak. Evet. Daim. Aha. Garip boydu dostlar. Garip nəsər qoysa bilət. Yəni bu uşağı yəni görsələr deyərsiniz ki, bunu yəni çox güclü oynadı yəni. Mən 10 yaşından güclü budur. Emin deyir ki, mən bir dənə adam tanıyıram. Bundan qəşəng oynayır. Baxırıq dostlar. Baxırıq. Və Qərib sonda girişlik eləyərək yumruq göstərir. Emin də əsəbindən bilmir niyə bomba atır. Bu oyundan sonra Emin oldu. Yəni Emin də təbrik edirəm. Qərbi də təbrik edirəm. Hamısı qəşəng oynadı.
və yumruq göstərir qərib. Ren Emin VPN. Dostlar, ikisinin də ID'sini yoruma qoyuram. Futbolun adamı hesabında ikisinin də ID'sini yoruma qoyuram. Əkləmək istəyənlər əhləsin. Yaxşı. Bu videonda Vural üzrə etiketini uşağa hesab versin.